Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb. Hadisə rayonun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Kəmalə həmkəndlisi Fəridlə sevgi münasibətində olub. Bir müddət sonra Fərid ailəsinin təkidi ilə başqa bir qadınla evlənib və bu səbəbdən Kəmalə ilə münasibətlərinə son qoyub. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. Kəmalə Fəridi və onun yaxınlarından qisas almaq qərarına gəlib. Bu məqsədlə o, ötən il sentyabrın 29-da günorta saatlarında kənd qəbristanlığına gedərkən Fəridin mərhum atası Mirzənin qəbir daşında üzərinə təhqiredici ifadələr yazılmış karton plakat asıb. Bununla kifayətlənməyən qadın qəbir daşına zərər verib və onu qismən dağıdıb və mərmərdən hazırlanmış gülqabını sındırıb. Faktla bağlı Kəmalə barəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə qəbir üzərində təhqiredici hərəkətlər ittihamı ilə irəli sürülüb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Fərid 2018-ci ildən tanıyır və onların münasibətləri 2025-ci ilin iyun ayına qədər davam edib. Onun sözlərinə görə Fərid 2024-cü ilin fevralında ailə həyatı qursa da onunla əlaqəni tam kəsməyib. Kəmalə qeyd edib ki, sonradan Fəridin həyat yoldaşı Günel və anası Sona tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalıb. Bu barədə dəfələrlə Fəridə məlumat vermişəm deyə o bildirib. Onun sözlərinə görə 2025-ci ilin mart ayında Fəridin atası vəfat edib. İyun ayının 29-da isə Sona və Günel onu yenidən təhqir ediblər. Kəmalə bildirib ki, bu hadisədən sonra Fəridə zəng edərək polisə müraciət edəcəyini deyib, lakin Fərid onu bundan çəkindirməyə çalışıb. Kəmalə əlavə edib ki, təhqirlər ona ciddi təsir etdiyi üçün karton üzərində nalayiq ifadələr yazaraq qəbristanlığa gedib. Plakatı qəbri daşına açdım. Daha sonra gülqabını itələdim və sındı. Sonra evə qayıtdım. Daha sonra öyrəndim ki, Fəridin anası mənimlə bağlı polisə müraciət edib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib və zərər çəkmişə barışmağa çalışsa da buna nail ola bilmədiyini qeyd edib. Şahid qismində ifadə verən Elmira bildirib ki, bacısı Kəmalə 2018-ci ildə Fəridlə tanış olub və münasibətləri barədə ailə üzvlərinə məlumat verib. Cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Kəmalə aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Bundan əlavə məhkəmə zərər çəkmişin mülki iddiasını qismən təmin edib. Təqsirləndirilən şəxsdən 80 manat maddi ziyan, 400 manat vəkil xərci, 35 manat dövlət rüsumu və 500 manat mənəvi zərər olmaqla ümumilikdə 1115 manat məbləğində vəsaitin ödənilməsi qərarı alınıb. Mülki iddianın qalan hissəsi təmin edilməyib.